Dəyərli yazıçımız İsim Əlikzadənin Qatarda hekayəsini yəqin ki, çoxlarınız oxumusunuz. Oxumayanlar isə ən azından həmin hekayə əsasında çəkilmiş eyni adlı tamaşaya yəqin ki, baxıbdır. Fatı dur, fatı otur deyimi ilə yaddaşımıza yazılan həmən tamaşada tanınmış artist Sabit Mirzə qastroldan Bakıya qayıdır. Qatarda onun yol yoldaşı olan Dadaşov soyadlı şəxs nəinki artisti, ümumiyyətlə onun yanında olan digər yoldaşlarını da öz kobud davranışları ilə canlarından bezdirir. Onun yerli yersiz hər kəsi buyurması, əmrlər verməsi elə bir təəssürat yaradır ki, xüsusilə də soyadı, insanlar elə düşünürlər ki, o hansısa böyük bir vəzifə sahibidir. Lakin yekunda o özü etiraf edir ki, sadəcə bir çəkməçidir. Bugün həmin çəkməçi Dadaşovun prototipindən ağcabədili çəkməçi Sabir Hüseynovdan danışacaq. Bilirəm. Bayaqdan hamınızı dilxor eləmişim. Hamınızı boğaza yığmışım. Özümü iki xana aparırım. Ama bu boyda balığında bir adam da cürət edeyim soruşa bilmir ki, Akay yoldaş Dadaşım, Dadaşov, sen kimsin, kim? Bak sen kimsin yoldaş Dadaşov? Mən çəkməçiyəm. Çəkməçi. Yırtıq ayaqqabılara yamaq vururam, yamaq. Təəccüblənməyin, mən doğrudan da çəkməçiyəm. Rayonda bazarın gireceğinde balaca bir butkam var. Orada yırtık ayakkabılara yama vururum. Bəli, indi biz Ağcabədi bazarının yanında əsərdə butka adlandırılan həmin çəkməçi köşkünün önündəyik. 50 ildən artıq məhz burada çəkməçiliklə məşğul olan Sabir kişi haqqında, onun başına gəlmiş həmin əhvalat haqqında isə mənim çiyindaşım, həmçinin Sabir bəylə sağlığında tez-tez ünsiyyətdə olan Gündüz Sevindik danışacaq. Sabir kişi ilk baxışda, yəni fiziki görünüşdə, fiziki baxımdan cüssəli, çox ciddi, ötkəm bir təsir bağışlayırdı. Gümrah, sağlam bir insan təsiri bağışlayırdı insana. Amma Sabir kişi ilə təmasda, ünsiyyətdə olanda məlum olurdu ki, onun çox gözəl yumor hissi var, çox zarafatçıl bir insandır. Təxminən 2007-2010-cu illər arasında mən onda Mədəniyyət evində, indiki Yaqub Məmmədov adına Ağcabədi Mədəniyyət Mərkəzində işləyirdim və bazara tez-tez gəlib gedirdim. Bax burada, hazırda dayandığımız bu məkanda Məhsət xanım, Sabir kişinin ömürgün yoldaşı Zülfüzər xanım, bax burada, bizim arxamızda olan bu yerdə çox dadlı, çox nəfis piraşkilər pişirib satırdı. Biz həmişə gəlib piraşkilər alıb yeyirdik. Və Sabir kişi də bax burada, düz burada, bizim bax bu hazırda dayandığımız yerin yanında bax burada stolu vardı. Otururdu burada, gəlib gedənə baxırdı. Və Sabir kişinin də mənim atamla dostluq münasibətləri vardı. Bəlkə də hardasa bizim o
ünsiyyətimizin tutmasının, həmsöhbət olmamızın, bir-birimizə qaynayıb qarışmasının bəlkə də vacib səbəblərindən biri də buydu ki, o mənim atamı tanıyırdı. Mərhum Sevindik Nəcəfovla dostluq eləmişdi. Sonradan mən bu insanlara çox örgəşdim və demək olar ki, bura tez-tez gəlib getməyə başladım. Həm də sözün düzü Zülfüzar xanımın piraşkiləri o qədər dadlı idi ki, onlardan belə deyim, imtina eləmək mümkün deyil. Və həmişə bura gəlib gedəndə biz həmsöhbət olurduq. Və mən ondan soruşurdum ki, indi Sabir əmi, böyük yazıcı İsim Əliqzadənin yazdığı povest öz yerində, izlədiyimiz tamaşa öz yerində. Bəs əsl həqiqət necə olub? Əsl hadisə necə baş verib? O dedi ki, olduğu kimi. Elə tamaşada necə görmüsünüzsə, həyatda da elə baş verib. Deyir, cavan vaxtlarım idi, geyimli, keçimli idim. Mən Bakıya gedirdim. Mindim qatara, kupeye daxil olanda orada bir Fəthullah obrazı var. Fəthullah obrazı var. Deyir, məni ilk görən o oldu. Deyir, bir görkəmimə baxdı, bir kostyumuma baxdı, bir qalustukuma baxdı. Mənə dedi ki, yoldaş, sizin familiyanız nədir? O vaxtı bu orta nəsil və yaşlı nəsil nisbətən daha yaxşı bilər bunu. Sovetlər dönəmində vəzifəli şəxslərə, dövlət məmurlarına adətən soyadları ilə, yəni familiyaları ilə müraciət edirdilər. Deyir, o hiss elədim ki, o məni bir dövlət məmuru kimi ilkin baxışda məni elə qəbul elədi. Və hardasa da davranışımdan, söhbətindən belə başa düşdüm ki, hətta hüquq mühafizə orqanının bir rəhbəri kimi məni qəbul elədi. Bəlkə məni bir prokuror obrazında gördü. Məndən soruşdu ki, sizin soyadınız nədir? Mən də dedim ki, mənim familiyam Dadaşovdur. Vəssalam. O Dadaşov, bu Dadaşov. Və ondan sonra deyir, baxdım, orada mənim tanıdığım insan vardı. İnsanlar var idi həmin kupedə ki, mənlə yoldaşlıq edirdilər. Onların da deyir, mən işinə bələd idim. Məsələn, orada bir proraf obrazı var. Ağcabədi peşə məktəbində, indiki bizim peşə məktəbində təmir tikinti işləri ilə məşğul olan bir şirkətdir, bir podratçıdır. Özdə işlərində kifayət qədər də qüsurlar var. Eyni ilə də bu Fəthullah obrazını oynayan insanın da işində kifayət qədər nöqsanlar var, kifayət qədər qüsurlar var. Deyir, mən bunları öyrəndim. Və deyir, başladım özümü artıq elə bunlar məni tanıdığı kimi, prokuror kimi özümü aparmağa, belə bir ötkən bir obraz aldım və hətta bir incə məqama toxunur orada. Deyir ki, baxırdım ki, kupedə boşluqdur, bekarçılıqdır. Deyirdim, Fatı, qalx. O deyir, heç bir səbəb olmadan qalxırdı. Deyirdim, Fatı, otururdu. Heç o məndən soruşmurdu ki, sən kimsən axı? Sən kimsən və məni nə üçün belə dəqiqədə bir, mənə deyirsən, qalx, Fatı, otur. Fatı, qalx. Fatı, otur. Fatı. Hadisələr beləsinə cəryan eləyir və orada provatnik rolunda gedən adam var. Onun işində də çoxlu qüsurlar tapır və orada bilirsiniz, bu əsərin ideoloji tərəfi var. Əslində İsim Əliqzadə Dadaşovun dili ilə deyir ki, təmiz yaşamaq istəyirsənsə, sənin işində heç bir nöqsan olmamalıdır. Kimin işində nöqsan varsa, Dadaşovun təbiri ilə desək, üstünə xox get, o dəqiqə, o saat dili top qısalacaq. Yəni, təmiz yaşamaq istəyirsənsə, heç bir əyirliyin, əskikliyin sənin olmamalıdır. Tamaşa da çox uğurlu tamaşadır. Azərbaycan teleməkanında kinoşünasların, tənqidçilərin gəldikləri fikrə görə bəlkə də yeganə tamaşalardan biridir ki, heç bir qüsuru yoxdur. Bəlkə də orada Məsəd xanım, sizə bir məsələni deyim, Sabit Mirzə obrazı var ki, onu Həsən Əbuluç, aktyor Həsən Əbuluç oynayır. Bəlkə də o elə İsim Əliqzadənin özüymüş. Yəni, bu barədə bizim heç bir məlumatımız yoxdur. Ola bilər bu hadisəni bəlkə İsim Əliqzadəyə kimsə danışıb. Soruşmamışdınız ki, onu? Yox, soruşa bilməmişdim. Mən o imkanı tapıb soruşa bilməmişdim. Ola bilər ki, bu hadisəni kimsə İsim Əliqzadəyə danışıb, o qələmə alıb, bəlkə də oradakı o Həsən Əbuluçun, mərhum aktyorumuzun yaratdığı o Sabit Mirzə obrazı bəlkə də İsim Əliqzadənin özüdür. Sabir kişinin özünə gəldikdə bayaq qeyd elədim, çox bağməzər, çox humoristik bir insan idi. Həmişə oturardı burada, bax, stolunu qoyardı bura. Və burada yaxınlarda, hardasa bir yerdə, bax, təxminən bu istiqamətlərdə, bu yerlərdə bir kaset satılan bir yer var idi. Saatlarla oturub orada böyük muğam ustadı Yaqub Məmmədovun oradan o lent yazılarına qulaq asırdı. Savadı yox idi, təhsili yox idi Sabir kişinin. Amma kifayət qədər musiqi azarkeşi idi və Yaqub Məmmədovun da belə deyim, heyranı idi. Söhbət düşəndə həmişə əsərdən, tamaşadan deyirdim ki, Sabir əmi, yazıqlar səni prokuror kimi çox ciddi bir hüquq mühafizə orqanının nümayəndəsi kimi qəbul edib. Sən də sağa sola, buradan ora, oradan bura deyirdi, yaxşı eləyirəm. Bax, belə də deyirdi.
Deyirdim ki, ona belə əmr eləyirsən, buna belə əmr eləyirsən, bunun burada gözünü qırırsan, onun üstünə səsini qaldırırsan, o da çox qürurla Məhsət xanım, çox vüqarla əlini aparırdı belə bu cürə, barmağını aparırdı sinəsinə, deyirdi ki, Gündüz, oğlum, onun hamısı mən idim, bax, mən əmin idim. Canları çıxsın, düz işləsinlər. Bax, bu söz onun dilinin şüarı idi. Orada bir obrazı var, Sürücü Qasım kişi. Yeganə olaraq orada tamaşada, elə həm piyesdə, həm də tamaşanın özündə Dadaşova etiraz edən yeganə obraz həmin o Qasım kişi olur, Sürücü Qasım kişi. Niyə? Çünki halal insan olur, halal zəhməti ilə dolanır, belə deyim, bir gözü kölgəliyi olmur. Dadaşov, bizim Dadaşov, bizim Sabir kişi. Onun üstünə də xox gələndə, onu da dolaşdırmağa çalışanda o kişi dayana bilmir, cırnıyır və ona öz etirazın səsini bildirir ki, indi sən böyük adamsan deyə biz sənin ayağının altında torpaq olası deyilik ki. Mən sənin üçün uşaqzad deyiləm ki. Yeganə etiraz edən adam həmin o Qasım kişi olur, Samasval ustası. Və o da, bax o hərəkətinə görə Sabir kişinin çox xoşuna gəlir. Və onu da əsərdə sonunda deyir. Deyir Qasım kişi, halal olsun deyir. Çox sevdim bu insanı. Çünki təmiz insandır. Ümumiyyətlə gəlib gedib ünsiyyətdə olurdun da, başqaları ilə rəftarı necə idi o insanın? Yəni o bir dəfə təsadüfən olmuş bir şeydimi, yoxsa ümumiyyətlə var idi onun xarakterində belə biraz özünü böyük aparmaq? O adam bayaq qeyd elədim, ilkin baxışda çox ciddi bir insan təsiri bağışlayırdı. Amma onunla 2 dəqiqə Məhsət xanım həm söhbət olmaq yetərli idi ki, o insanın nə qədər ciddi yumor hissinə malik olduğunu, nə qədər zarafatçıl olduğunu dərhal sezəsən. Bax, otururdu burada, mən də birdən otururdum onun yanında. Elə Zülfüzar xalanın pişirdiyi o pilaşkilərdən mən yeyə otururdum Sabir əminin yanında. O gəlib gedən demək olar ki, o tanışlarla, bilişlərlə, ya bəzən tanımadığı adamlarla, burada maşın verib saxlayan adamlarla o qədər incə yumorlarla zarafat edirdi ki, hər kəsin üzü gülürdü. Üzünün gülməsini, üzündə təbəssüm yaranması üçün Sabir əmi ilə bir dəqiqə söhbət eləməyin bəs eləyirdi. Çox yüksək yumor keyfiyyətinə malik olan bir insan idi. Sabir kişinin obyekt olaraq, yəni pinəkçilik elədiyi, zamanında pinəkçilik elədiyi obyekt bax buradır. O zaman etiraf edeyim ki, bura belə deyildi. Bura balaca idi, həm də darısqal idi. Mən indi içəri fikir verirəm, bir balaca genişlənib. Çox güman ki, burada təmir işləri gedib. İndi də aldığımız məlumata görə buradan hazırda bazarda bu ticarətlə məşğul olan, alver eləyən insanlar burada ərzaqların ambarı kimi, saxlanış yeri kimi istifadə edirlər buradan. Amma əvvəllər bura balaca idi. Belə darısqal, həm də belə alçaq bir... Yəni dəyişiklik olub da. Çox dəyişiklik olub. Bura böyük ehtimal ki, təmir olunubdur. Amma yenə də onun ailəsinə məxsusdur. Ailəsinə məxsusdur. Çox görünür ki, icarəyə veriblər. Yəni dəyişiklik çox ciddidir. Əslində bura belə deyildi. Görünür ki, təmir olunubdur və icarəyə verilir. Yer həmən yerdir, obyekt həmən yerdir. Burada Sabir kişi otururdu. Mən də bax onun yanında otururdum orada. Sabir bəyin evi də elə Çəkməçi köşkünün yanında idi və hazırda biz həmin evə Sabir bəyin həyat yoldaşı Zülfüzar xanımla görüşməyə gedirik. Onun da xatirələrini eşitmək istəyərdik. Bəli, qeyd etdiyim kimi bugün biz Sabir bəyin həyat yoldaşı Zülfüzar xanımın qonağıyıq. Zülfüzar xanım, bir daha xoş gördük sizi. Hoş gəlmisiniz. Zülfüzar xanım, biz bayaq çöldə Gündüz bəylə Sabir bəy haqqında danışdıq. O öz xatirələrini bölüşdü, onun xarakteri haqqında danışdı. Amma belə deyək, insanlar bəzən evdə biraz fərqli xarakterə malik olurlar. Çünki onların üzərində həm valideynlik məsuliyyəti olur, həm həyat yoldaşı. Ona görə də bəzən bayırdakı xarakterlə evdəki xarakter fərqlənir. Bu baxımdan mən sizin də xatirələrinizi istəyərdim, eşidim. Sabir bəy necə bir insan idi? Öz yaddaşınızda qalan xatirələrinizi bölüşəsiniz. Mən 1971-ci ildə gəlmişəm bura. Çox gözəl insan adam. Mən ondan bir dənə səhv sözlər, ailəyə qarşı kobud hərəkətlərini eşitməmişəm. Həmişə onun yaxşı gün görmüşəm, yaxşı yemişəm, yaxşı geymişəm. Özü də hamı tanıyır Ağcabədi rayonunda. Düzdür, sənətkar olub, pinəçi olub, ayaqqabı işinə baxıb. Amma onun geyiminə, onun hərəkətinə, onun həmişə xalq ona qiymət verib. Xalq ona qiymət verib. Mən də ki, həmişə ondan razı qalmışam.
Bir də eşitmişəm ki, həmişə xüsusi tikilmiş kostyumlar falan geyinirmiş. Yəni həmişə. Aha. Bu yaşlı vaxtında o rəhmətə gedəndə 5 dənə kostyum qalmış vardı. Hələ o siftələrdə demirəm. Ta o siftəni desəm mən bura gələndə, mən şəxsən heç kəsdə görmədiyimi onda gördüm, görmüşdüm. Coralı sarışqa 25 dənə. İran corabları deyirdi. Nə qədər quluq corab. Amma sənətinə baxanda, özünə baxanda deyirdin ki, hə. Amma onun geyimi, fasonu, həmişə zakaz. Kostyumlar geyinirdi. Axşam dolanda işləyirdi həmən sənətdə. Elə bir vaxtımız olurdu ki, saat 1-də evimizdə, ailədə abed vaxtı olurdu. Axşam 5-də işdən çıxardı, yuyunardı, giyinib çıxırdı. Onun ayaqqabısının səsin həmişə gəlirdi. Ayaqqabısının səsi gəlirdi həmişə. O cürə idi, mən ona elə o cürə görmüşdüm. Yəni özünə baxan, baxımlı insan Özünə oldu. çox baxımlı olub, çox geyimli olub. Elə onun o zahiri görünüşü də yəqin ki, o həmin o əhvalatda bir rol Məsələn, oynayıbdı. odur. da. Düzdür qızım, düzdür. Bu Abbasovun dövründə Katib Abbasov. Gəldi dedi ki, Zülfüzər, bəs Abbasov piyada gəzir rayonda. Gördüm elə axşam çağı idi. Oturmuşdum tükanda, vodkada gördüm, qapını taqqıllatdı, girdi içəri. Salam aleyküm, mənə salam verdi. Dedi ki, mən sənin adını eşitmişəm. Bilvarda səndən çox danışıblar, eşitmişəm. Yaxşı xasiyyəti, elə düz deyirlər. Şəkillərə də deyir, vodkada baxdı. Çox sağ ol, sən ki, sənətin yəsisən, amma sənin elə deyilmişkən varmışsan. Elə hamı tanıyırdı rayonda. Sonra da yaşlaşdı, elə bil işləyib eləmədi. Sonra biraz o podkamızda fraşkizat pişirdik, satdıq, yaşlaşdıq. Övladınız var da? Var. Bir dənə evladım var. Nəvələr var. 2 dənə nəvəm var. Allaha şükür gəlinim də var. Çox gözəl. Şəkillərə baxdım. Gündüzdəki bizə oğul kimi olub, həmişə. Elə bilmişik oğlumuzdur. Bizə elə, kişi bunu görəndə elə bir sevinirdi. Bunun boyun sevirdi həmişə. Xətrimi çox Təsəvvür edin, Xətrini mən çox istəyirdi. adam axtarırdım ki, Sabir bəy haqqında görəsən kim danışır? Dedi ki, Sabir bəy haqqında mən daima ünsiyyət olmuşum. Dedim, bədağa daşa niyə düşürəm elə? İndi istəməsin, çox xətrini istəyirdi. Söhbətimiz tuturdu. Söhbəti O tuturdu, incəsənətə, balamsan. musiqiyə bələd olan adam idi. Da biz də üçümüz birləşəndə birdən mərhum şairimiz Yusif Kamalla gəlirdi. Üçümüz birləşəndə bizim mövzumuz nə olurdu söhbətimiz? Musiqi, teatr, film, tarixi şəxsiyyətlər, ən çox da elə bu mövzumuzun səbəbi olan o qatarda. Onun da çox musiqiyə qarşı deyil, gündüz bilirik. Yaqubun xəstəsi idi. Bayaq dedim ona. Bax, elə çox musiqi ilə orada musiqi gedirdi. Yaqubun kasetlərini səsləndirdilər, muğam ifalarını verirdilər. Mən dinməcə Sabir kişini seyr edirdim. Onun ətindən kəssəydin onun xəbəri olmurdu. O hayl olub ancaq o səsə qalırdı. Ancaq ona baxardı. O bir söz var, fanat. O Yaqub Məmmədovun fanatı idi. Belə sözün əsl mənasında xəstəsi idi. Nə gözəl, nə gözəl. Deməli, şəkillərə də baxıram. Bu şəklimizi yəqin operatorumuz göstərəcək. Həqiqətən Yaşar Nuriyevin yaratdığı obraz həqiqətən də oxşarlıq var imiş. Tamaşaya diqqətlə baxanda, deməli, tamaşanın quruluşçu rejissoru Ramiz Mirzəyevdir. Orada aktyor seçimləri nə qədər dəqiq edib. Nə qədər dəqiq gedib. Düz deyib, bunu olub başqa aktyorumuz da ifa edə bilərdi. Amma indi oturub belə baxanda ağlına ikinci bir aktyoru yerləşdirə bilmirsən ki, bunu filan aktyor daha yaxşı oynayardı. Məhz elə bu Sabir əminin obrazı elə bir ki, xalq artisti Yaşar Nuriyev üçün elə eyni doğulmuş bir obraz idi. Onu nə böyük sənətkarlıqla oynayır orada. Tək o deyil, bayaq da çöldə vurğuladıq. Kim bilir, bəlkə elə o kupədə gedən sənətkar özü ilə İsmail Rizadə imiş. Onu Həsən Əbrusda Sabit Mirzaroğlu ilə obrazı ilə əvəzləşdirib orada. Ya Fatıdan danışdıq, Fatıdan. Aktyor Məcnun Hacıbəyovdur. O Fatı obrazı düzdür, epizodik roldur. Amma onu nə qədər peşəkarlıqla oynayır. Lap orada Narsatan obrazı var orada. Ələsgər Məmmədoğlu, əməkdar artist, mərhum. O adi bir epizoddur.
Amma onu o qədər gözəl oynayır. Ya Pravatnik olsun, ya qatar rəisi olsun, bir vəzir olsun, deyir padşahın sağ əli. Orada bir vəzir obrazı olur. Texniki peşə məktəbində proqraf vəzifəsində işləyən. O qədər peşəkar, professional oynayırlar ki, bayaq dedim, qeyd elədim orada, indiki hazırki kino tənqidçiləri Məsəd xanım, bəlkə də yeganə teletamaşalardan biridir ki, tənqid adına heç bir söz deyə bilmirlər. Yəni, o cürə mükəmməl bir sənət əsəridir. Burada çəkməçiliklə məşğul olduğu vaxt, heyf ki, şəkil çox belə qatlar kəsilibində, bilmirəm, görüntülərdə aydınlaşacaq yoxsa yox. Bəli, amma burada var, burada deməli, çəkmələr var, bu alətlər var. Hə, var. İdi var bunun? Yox. Qeyd olunmayıbdır. Ona baxırdı, saxlayırdı o şəkil. Əslində tarixi bir şəkil. Əslində tarixi bir şəkil. Saxlayırdı onu. Tarixi bir şəkildir, öyle bu şəkil. Yox, düzdür. Həmən bu sənəti olsa da Sabirin çox iyi, çox belə həvəskarıdır. Geyimə, gəzməyə. Çox belə indi deməyin ki, tərifləyir, hamı da tanıyır da, Ağcabədi cəmaat. El adamı idi, cəmaat hamı ilə mehriban, uşaq böyüylə böyük. Biz o gün sizlə görüşəndə dediniz, həm də arzusuymuş ki, belə bir nəsə çəkiliş olsun haqqında. Elə bir günə ki, onu qatarda çəkilən səhər olanda o gecə verildi. Gecə verildi, səhər çıxanda dedi ki, bana dedi Zülfüzər, o adam gəlmədi madəyə ki, Sabir kişi sənsən ey. Eləmi? Baxanda artıq biliblər ki, odur. Amma rəhmətli İslim Əlizadə, o gəlib özünə deyibdi ki, Sabir kişi, indi elə belə adı qeyd eləmədim. Adı qeyd eləmədim. İndi Allah sağlıq eləsin, biraz xəstəyəm. Yaxşılaşım, səni geniş götürəcəm. Adı da qeyd eləyəcəm. O qatarda çəkilən Yaşar, axırda da deyirik, bazarın qırağında, balaca potkada, yırtıq ayaqqabılara yamaq qoyuram. Onu sağa həsr eləmişəm. O qədər həvəskarıdır ki, gözləyirdi, sonra Allah rəhmət eləsin daha o. Onun atası ilə də çox dost olub bu. Abbas kişi ilə. O da baməzə insan olub. Bunun özü də zarafatçı, danışan, mehriban. Ümumiyyətlə, onun üzündən, gözündən mən müşahidə edirdim də, söhbət edirdik, həm də mən Sabir əmini müşahidə edirdim. O çox dürüst bir insan idi. O zəhmətkeş olduğu qədər də çox dürüst bir insan idi. Belə o el arasında bir söz var, düzünə qulu, mərdanə, mərd insan idi. Kimsə aldatmasın, kimsə kimisə belə deyim, xəyanət eləməsin, hər kəs öz işində dürüst olsun. Əsas odur. Tamaşanın özündə də sonda onun bir monologu var. Sonda bir monolog var, deyir ki, özü də belə də deyir, canları çıxsın, təmiz işləsinlər. Kimin ki, işində qüsur var, üstünə xox get, o saat diri topuq vuracaq. Bax, bu söz işlədir. Əslində, cəmiyyətə çox gözəl bir mesajdır. Hər kəs dürüst işləsə, vətən də güclü olar. İnsaniyyət də uca olar. İnsanlıq da uca olar da. Bəs Dadaşov onu deyir də tamaşada. Kimin ki gözü kölgəlidir, kim ki haram dikey yiyib, ona xok gəl o saat biri topuğu çalacaq. Çünkü kain koplu olar deyirlər. Canları çıksın, temiz yaşasınlar, temiz. Adamları gözü kölgəliyən, onların natemizliğiydi, natemizliği. Temiz ad her şeyden ucadır. Axırda da Qadir deyir ki, amma iş məndən soruşan yoxdur ki, bir belə ötkəl, sən özü kimsən? Mən çəkməciyəm, yırtıq ayaqqabılara yamaq. Elə özü də elə dedi. Dedi, mən özümə qiymətdən bir demədən, hamı deyir, mənə səhər salam verdi işdə, işə çıxanda. Salam verdi, Dadaşov, beycə çəkildi, ne? Sən idi, ne o? Dadaşov sən idi, ne? Hamısı. Zülfüzər xanım, Dadaşovla, belə deyək də, Dadaşovun prototipi Sabir bəylə bağlı necə bir xatirəniz var ki, onu unutmursunuz?
yəni elə bir xatirəniz varmı ki, bir xoş bir xatirə olsun ki, onu heç vaxt unutmursunuz? Bilirsən qızım nətərdir həyat? Həyatda insan nə qədər yaxşı gün gördü, elə hər bir vaxt onun üçün xatirədir. Mən onu, o sözü həmişə cavanlara da məsləhət eləmişəm. Deyirəm, mən neçə illər, 50 ildir həyat qurmuşam, bu evdə yaşamışam. Bu pis söz nədir, evdə dalaşma nədir, acıq eləmə nədir? Mən elə şeylər, məsələn, bir qobuz söz, mən Allaha and olsun, Allah da bilir, görməmişəm. Onun üçün də onun hər bir dəqiqəsi, saniyəsi mənim üçün xatirədir. Nə gözəl. Mən onu çox məsəl çəkirəm cavanlara. Biz sizlə elə ilk görüşəndə, çəkilişlə bağlı söhbət edəndə siz kövrəldiniz. Elə mən onda hiss elədim ki, nə cür bir-birinizə bağlı insanlar olmusunuz. Bizi belə xoş qarşıladığınız üçün, xatirələrinizi bölüşdüyünüz üçün sizə minnətdarlığımızı bildirdik. Var olun. Ayrı nəsə bir sözünüz, tamaşaçılara deyəcəyiniz varsa. Allah sizi saxlasın. Allah həmişə bundan da uca olun, rütbaz artıq olsun. Sabir kişini elə yad eləyib, gündüz də yada salıb, sən də, oğlan da. Borcumuz. Sizdən razı qaldım. Allah həmişə sizdən razı olsun. Elə o kişinin xatirəsini yad eləyirsiniz, mənim üçün ən əziz bir xatirədir. Çox sağ olun, var olun. Çox sağ olun. Beləliklə, bugün daha bir əsər qəhrəmanımızın Ağcabədili prototipi haqqında danışdıq. Mərhum yazıçımız İsim Əlikzadənin, həmçinin onun hekayəsinin qəhrəmanına çevrilmiş Sabir bəyin ruhları şad olsun deyirəm. Biz isə ömür qatarımız hara gedir getsin, hansı stansiyada dayanır dayansın, içimizdəki insanlığı, səmimiyyəti itirməyək. Bugün isə bu qədər. Sağ olun, Çox sağ olun, var olun.